Aha. Deməli, müəllimlərin etik davranış qaydaları bizim 5-ci mövzumuzuydu. Mövzumuzun soru-sualına keçək. Təhsil verənlərin etik davranış qaydaları prinsipləri var idi. Etik davranış prinsipləri var idi. Bu prinsiplər hansılar idi? Əvvəlcə sadalayaq, sonra bunlar haqqında danışaq. Buyurun. Qanun aliliyi, vicdanlıq, peşəkarlıq, fərdi məsuliyyət, loyallıq, mədəni davranış, qərəzsizlik, ictimai etimad və bir də konfidensiallıq. Bunlar etik davranış qaydalarıdır, prinsiplərdir, etik davranış prinsipləri. Bəli, indi bunlara aydınlıq gətirək. Qanunçuluq dedik, müəllimlərin etik davranış prinsiplərindən biri də qanunçuluqdur. Qanunçuluq nədir? Müəllim öz vəzifə və funksiyalarını icrası zamanı Azərbaycan Respublikasının konstitusiyasının, yəni qanunlarına, Respublikanın tərəfdarçılıq beynəlxalq müqavilələrinin tələblərinə, insan hüquqlarına, demokratik prinsiplərə əməl etməyə borcludur. Bəli. Alilik budur. Vicdanlılıq budur ki, müəllim cəmiyyət və dövlətin marağına naminə səmərəli, fəaliyyətin keyfiyyətini səmərəli yerinə yetirməyə borcludur. Bəli, bu da onun vicdanlılıq borcudur. Bu da onun vicdanlığı ilə nümunə olmalıdır bütün hallarda. Bəli. Peşəkarlıq və fərdi məsuliyyət deyəndə, müəllim öz fəaliyyətinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq vəzifələr çərçivəsində yerinə yetirməyə borcludur. Vəzifə və funksiyalarının yerinə yetirilməsində nizam və intizam məsuliyyəti daşımalıdır. Bəli. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsil alanların, valideynlərin, haradadır bu söz? Cəmiyyətin təhsil sisteminin, təhsil müəssisəsinə, təhsil işçilərinin inamını artırmalı və möhkəmləndirməyə borcludur yəni. Bəli. Sonra mədəni davranış qaydalarına hansılar aid idi? Bu haqda Dürdane müəllimə, siz danışın bu haqda. Qərəzsizlik, mədəni davranış qaydası və bir də qərəzsizlik. Mədəni davranış qaydaları, məsələn, müəllimin təhsil alanlara qarşı rəhbərliyə qarşı, öz həmkarlarına qarşı davranışlarında nəzakətli olmalıdır, xeyirxah olmalıdır, diqqətli olmalıdır. Səbirli, təmkinli olmalıdır. Məsələn, müəllim peşə fəaliyyəti ilə əlaqədə iradları, sonra tənqidi fikirləri qəbul eləməlidir. Bunlardan nəticə çıxarmalıdır. Bunu qiymətləndirməlidir və bunlardan da düzgün nəticə çıxarmalıdır. Qərəzli bir mövqedə çıxış eləməməlidir. Mədəni davranış qaydaları bunlara aiddir. Sonra xoş görkəmi olmalıdır. Məsələn, geyiminə fikir verməlidir, səliqə-səhmanına fikir verməlidir. Hər bir davranışı ilə hər bir kəsə nümunə olmalıdır o. Bəli, şagird şəkildə bərbəzəklərdən məsələn istifadə etməməlidir. Etməməlidir, bəli. Müəllimə layiq, müəllimə yaraşır şəkildə özünü aparmalıdır. Geyimi ilə də, oturuşu ilə də, davranışı ilə də, bədək düzəyi ilə də nə varsa onun hər birisinə müəllimə layiq hərəkət eləməlidir. Dedik ki, etik davranışlarında dini mənsubiyyətə yol verməməlidir. Dini mənsubiyyətdə ayrı seçkilik etməməlidir. İrqdə ayrı seçkilik etməməlidir. İctimai siyasi münasibətlərdə ayrı seçkilik etməməlidir. Etməməlidir. Aha. Daha sonra qərəzlilik etməməlidir. Daha sonra ictimai etimad nədir? İctimai etimadda məsələn, müəllimin peşə nüfuzunu möhkəmləndirməlidir. Müəllim adını, şərəfini, ləyaqətini uca tutmalıdır. Bu onun bir borcudur. Məsələn, müəllimin etik davranış qaydalarını pozduğu halda, məsələn, tez bir halda onu arada qaldırmağa çalışmalıdır. İctimaiyyətin rəğbətini qazanmalıdır. O elədiyi səhvlərə görə elə davranış, hərəkət göstərməlidir ki, hamı onun bu etdiyi davranışın səhv olduğunu başa düşdüyünü, səhvini başa düşdüyünü və onu doğrultmağa çalışdığını hamı bunu hiss eləməlidir, bilməlidir. Bir də dedik ki, müəllim nüfuzuna hörmət, ləyaqət və şərəfə hörmət, müəllimlik ləyaqətinə hörmət. Hörmət olaraq müəllim hər hansı bir valideyn haqqında
bir ailədə münasibəti bilərsə, məsələni bilərsə, şagird haqqında hər hansı bir ifadəni, hər hansı bir fikri bilərsə, onu nə etməlidir? Onu Açıb ağartmamalıdır, bilməməlidir, onu gizli saxlamalıdır, hadisənin prosesin məxfiliyini qoruyub saxlamalıdır. Ola bilər ki, bir valideyn uşağının xəstə olması haqqında, hansısa bir narahatçılıq haqqında nəsə fikir bildirir valideyn müəllimə, müəllim onu nə müəllim yoldaşlar arasında, nə şagirdlər arasında açmamalıdır, onu bildirməməlidir. məsələn belə Onu gizli saxlamalıdır. digər bir sinif yoldaşının hər hansı bir əşyasını götürübsə və bunun çox pis bir hərəkət olduğunu, səhv etdiyini başa düşüb, müəllimə yaxınlaşıb, üzr istəyib qaytarırsa geri, müəllim onu sakit bir şəkildə təqdim etməlidir və onun o belə deyək, hərəkətini məxfi saxlamalıdır, məxfiliyini qorumalıdır və onu bəli dediyi üçün, öz səhvini anladığı üçün onu rəğbətləndirməlidir ki, sən düz etdin. Amma onu təhqir etmək, onu belə deyək, ləyaqətini alçaldacaq şəkildə ona davranmaq və onu, həmin hadisəni müəllimlər otağında və digər yerdə danışmaq, yaymaq, bu öz müəllimlik Şərəfinə oldu. bəli, zid bir hərəkətdir deyirik. Sonra təhsil verənlərin xidməti davranışı, yəni öz müəllimlik fəaliyyətində göstərdiyi xidməti davranışına biz nələri aid edirik Hür müəllimə? Bu haqda deyə bilərsinizmi? Müəllim şəxsiyyətini deyirsiniz, müəllimi. Müəllimlərin, təhsil verənlərin öz xidməti davranışı. Məsələn, üzürsüz, Müəllim işdən qalmamalıdır və s. Anladığınız s. bilmirdim hansını deyirsiniz. Müəllim təhsil sayəsində, dövlət sayəsində həyata keçirilməsində iştirak edən təhsil proqramlarının mənimsəməsi, müəllim təhsil alanlardan fəal vətəndaşlıq formalaşdırır, onları vətənpərvərlik, Azərbaycançılıq, dövlətçilik ruhundan tərbiyə edir. Ondan sonra müəllim əlavə təhsil, özünü təhsil yolu ilə ixtisasını elmi peşəkarlıq sayəsində artırır. Artırır. Sonra müəllim yeni tədris texnologiyalarını mənimsəyir. Öz təcrübəsini istəyir təbliğ edə. Təhsil müəssisəsinin rəhbərliyi əgər səhv əmr verərsə, səhv qərar verərsə, səhv aktlara imza atarsa, o buna öz iradını bildirməlidir. Bildirməlidir. Sonra təhsil haqqında Azərbaycan Respublikasının qanununun 42-ci maddəsində müəllim nəsə, onu başa düşmədim. Müəllim, yəni ona həvalə edilmiş üçün keyfiyyətini və nəticələrinə görə hər bir təhsil alanının emosional inkişafı üçün mümkün məsuliyyət daşıyır. Nizam-intizam, mülkü məsuliyyət daşıyır. Müəllim gənc nəsilə, milli bəşəriyə, bəşəri dəyərləri aşılmaqla təhsil alanların inkişafını birbaşa iştirak edir. İnkişafında. Dəyərləri aşılamaqla təhsil alanların inkişafında birbaşa iştirak edir. Yəni onların iştirak edir. Yox, milli ruhda Sonra böyüməsində də nədir? İştirak edən başlıca məhz müəllimdir. Sonra dedik ki, korrupsiya nədir? Müəllim korrupsiyaya qarşı necə davranmalıdır? Fəxriyə müəllimə, buyurun. Bilmirəm o. Dedik ki, müəllim korrupsiyaya qarşı Müəllim, yəni korrupsiyaya qarşı hardasa deyil, prezidenti 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamla təsdiq edilmiş korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illərin milli fəaliyyət planına uyğun olaraq hazırlanmış bir plandır. Bu planda belə nəzərdə tutulur ki, müəllim və özü də korrupsiyaya qarşı olmalıdır. Yəni, heç bir şagirdə korrupsiya, heç bir valideynlə bizdə də bu səs yoxsa mən açanda olur bu. Nə səsdir bu görəsən? Nə, yəni ki, müəllim nə özü korrupsiya eləməməlidir. Yəni, rüşvət, nəsə belə bir şey. Yəni, kiçik bir hədiyyə, nəsə qəbul eləmək olar. Bir gündəlik, bir qələm, bir nə bilim nəsə. Məsələn, məktəbi bitirən 11-ci sinif şagirdləri öz müəllimlərinə xatirə olaraq nəyisə hədiyyə etmək istəyir ki, mən gedirəm, artıq bunu müəllimə məndən xatirə. Və yaxud kiçik bir
yazıdır. Yazıb konvertə öz sözlərini müəllimə verir. O olar, hə. Sadə bir qələm hədiyyə edir ki, bu qələmi hər gün bu qələmlə yazanda məni xatırlayın məsələn. Onu Məni yadımda saxlayasın. Xətrinə dəyər. Çünki o elə bir hədiyyədir ki, mənəvi bir his aşılayan bir hədiyyədir, yəni. Amma böyük bir, nə bilim, kütləvi şəkildə pul yığmaq, nəsə etmək, Pul yığmaq və yaxud da böyük miqdarda məbləğdə bir hədiyyə qəbul etmək, hətta bunu yəni və yaxud da bir valideyndən tələb etmək, bəli, yəni buna görə şagirdə yad münasibət bəsləmək, yəni nəsə bunlar olmamalıdır və şagirdlərin də elə bir formada tərbiyə edib, elə bir formada öyrətməlidir ki, yəni korrupsiyaya qarşı ciddi həmişə mübarizə aparan olsun, buna qarşı olsun. bəli. Korrupsiyaya qarşı bir ruhda böyütməlidir, tərbiyələndirməlidir. Daha sonra dedik ki, təhsil verən nitqində necə olmalıdır, ədəbində necə olmalıdır. Məsələn, xüsusən də kişi müəllimləri dedik ki, məktəbyanı ərazidə Siqaret çəkməməlidir. Yəni olmaz, yəni etik davranış qaydalarına zidd bir hərəkətdir. Şagirdlər də bundan pis bir nümunə götürə bilərlər. Sonra uşaqlara yalan danışmamalıdır. Yəni heç vaxt yalan danışmağa da təhrik eləməməlidir uşaqlara. Sonra danışığında etik davranış qaydalarına zidd olan hallardan da, yəni ki, uşaqları təhqir etmək olmaz. Uşaqların, yəni ki, şikayətlərinə qulaq asıb ona səbirlə, təmkinlə onu izah etmək lazımdır və s. Nitqində də, xüsusən çağırış nitqində də öz nitqi etiketlərinə fikir verməlidir, ifadələrə fikir verməlidir. Məsələn, ay uşaq, ay qız, ay gədə, bu kimi ifadələrdən istifadə etməməlidir. Yəni, öz nitqində də Bir 10 dəfə cavab qaytaracaq ki, ay müəllim, mən gedəyəm, mənə niyə gedə deyirsən? yəni, İndiki uşaqlar nitqində də özünə hörməti qazanmalıdır. Yəni, bu da danışığın, şagirdin kimliyindən asılı olmadan hər birisinə düzgün yanaşmalı. Yəni, nitqi cəhətdən münasibət qurarkən. Danışıq nitq cəhətdən də buna diqqətli olmalıdır. Azərbaycançılığa riayət etməlidir, dövlətçiliyə. Bəli. Sonra dövlət müəssisəsindəki əşyalar və yaxud digər Yəni ki, heç bir nəyə öz şəxsi əmlakı kimi baxmalı deyil. Sinif otağındakı əşyalara, tədris resurslarına, telefona, kompüterə və s. Yəni, bunlar ciddi yanaşmalıdır. Heç biri bunu qorumalıdır, səliqəli və səmərəli. Yəni ki, bunlardan şəxsi bir əşya kimi istifadə etməməlidir. Bəli, və bacardıqca çalışmalıdır ki, maksimum səviyyədə qorusun, bəli, həm rəhbərlik, həm müəllim bu alətləri qorusun və şagirdlər müəllim həm də əmək intizamına riayət etməlidir. İş vaxtında kənar işlərlə məşğul olmamalıdır, üzürsüz səbəbdən dərsdən yayınmamalıdır, şəxsi həyatına, milli əxlaq və ictimai davranış normalarına riayət etməlidir. Yəni özünün ailə, şəxsi fikir, şəxsi münasibətləri gəlib işlə danışmamalıdır. Bəli. Bundan başqa təbiətin, tarixin və milli mədəniyyətin yanaşmalı və onu qorumalı və şagirdlərinə də qorumağı aşılamalıdır. Bu da öyrətməlidir, hə. Bu da onun dedikləri. Bu da bizim milli mənəvi dəyərlərimizdən biridir. Bəli, və xidmətdən kənar vəzifəsidir. Yəni xidmətdən kənar olsa da müəllim, əgər müəllim bir müəllimdirsə və belə deyək ki, avtobusda gedirsə, o yol gedirsə və yaxud bir cəmiyyətdə bir məclisdə əyləşibsə, yenə də öz müəllimlik nüfuzunu qorumalıdır. İctimai qaydalarına bəli əməl etməlidir. Peşəkarlıq nüfusuna xələl gətirəcək hərəkətlər etməsinə kiminsə yol verməməlidir. Və dedik ki, öz sosial şəbəkəsində məktəbin işləri ilə bağlı işlədiyi təhsil müəssisəsinin adına xələl gətirəcək şəkil paylaşmamalıdır və yaxud hansısa şagirdin haqqında nəsə, belə deyək, paylaşmamalıdır. Və buna yol verməməlidir. Ümumiyyətlə, müəllim dərsə başladıqda, indi rəqəmsal məktəblər var, rəqəmsal təhsil var. Yəni, dərs prosesi görüntüyə alınır və valideyn istədiyi vaxtı dərs prosesini izləyə bilir. Şagirdinin dərs prosesini izləyə bilir. Bu daha yaxşı bir dərs prosesidir. Bəzən ümumiyyətlə müəllim şagirdin sinifə telefon gətirməsinə yol verməməlidir. Telefon çıxartmasına, telefondan istifadə etməsinə qəti şəkildə. Ay müəllimə, nə danışırsan? İndi bir neçə şeylər çıxır. Bil bacar, serebri, nə bilim, bu deyirlər ki, telefon gətir. Uşaqlara deyə bilmirsən, gətirmə. İndiki uşaqlar telefonsuz yaşamırlar. O heç gətirmə deyə bilmərik. Çünki bizə tabe deyirlər. Onlar özləri gətirirlər bunu. Bəzən heç valideyni də eşitmirlər. Valideyn deyir evdə qoy.
xəbəri olmadan götürür, aparır, yəni. Sadəcə sinifdə çıxartmasına yol verməməliyik. Əgər hansısa şagird telefonu çıxardırsa, onun alıb uzaqlaşdırmaq lazımdır dərs prosesində. Və çünki belə etməsək, müəllimin həm sinir əsəb sistemi korlanmış olur, həm də dərs prosesi pozulmuş olur. Bu zaman dərs keyfiyyətsiz olur, müəllimin pedaqoji fəaliyyəti keyfiyyətsiz olur və müəllim öz pedaqoji fəaliyyətini möhkəmləndirə bilmir, öz biliklərini təkrarlamış olmur dərs prosesində, nə özü bir şey öyrənmir, yəni öyrəndiklərini təkrarlamış olmur, nə də şagirdə bir şey öyrədə bilmir. O ki, qaldı korrupsiyaya, indi işdən çıxartmaq yolu ilə korrupsiyaya cəlb edib, belə bir hiylə də işlədə bilərlər müəllimə qarşı. Buna görə də diqqətli olun, heç vaxt heç nə götürməyin, versələr də götürməyin. Çünki yəni bunu edib sonra yaxşı nəticəsi olmayan müəllimlər də var, yəni ki, o səbəbdən də ehtiyac yoxdur, yəni. Sonra işdən çıxarmaq üçün qurma da ola bilər, yəni bu, onu demək istəyirəm. Fikrim odur. Bir də telefon. Yəni telefon vasitəsilə də şagirdlər çəkib müəllimi sosial şəbəkələrdə paylaşırlar. Müəllimlərə telefonla çəkib digəri başqa bir sual verir ki, sən kənardan çək, mən qalxıb müəllimə bu sualı verəcəm, yaxud onu qıcıqlandıracam, hirsləndirəcəm. Müəllim də məni vursun və sən də bunu kənardan çəkərsən. Mən elə hərəkət edəcəm ki, müəllim məni vursun. Sən də kənardan bunu çəkərsən və nəticədə də nədir? Bunu paylaşarıq sosial şəbəkədə və nəticədə müəllimi işdən çıxartmış olarıq. Bu səbəbdən də dövlət belə bir qərar verməlidir ki, məktəbə gələn şagird telefon gətirərsə, onun valideyni müəyyən məbləğdə cərimə ödəməlidir. Şagirdi üzərində məsuliyyətsizlik etdiyi üçün valideyn şagirdinə düzgün nəzarət etmədiyi üçün cərimə tətbiq olunsun. Və bir dəfə, 2 dəfə artıq cərimə olunduqdan sonra həmin valideyn cərimə olunur deyə şagird də gətirməyəcək. Gətirdikcə də cərimə edilsin. Yəni bundan sonra bu yolla telefon gətirmənin qarşısı alına bilər, yəni. İndi isə keçək testlərimizə.